Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum müəllimi Mürsalova Gülnarə. Dəyərli müəllimlər, növbəti qəbul tipli sınağımızı sizlərə təqdim edirik. Təbii ki, bu sınaqlar sizin güclü və zəif tərəflərinizi aşkara çıxardır. Daha tez öz səhvlərinizi görmək üçün və daha gözəl nəticə toplamaq üçün sizin üçün bir vasitədir. Ona görə sınaqları işləyin və ətrafınızda olan dostlarınızla, tanışlarınızla paylaşaraq həm onlara, həm də bizə dəstək olmuş ola bilərsiniz. Gəlin birinci sualla başlayaq. Birinci sualımız iş üsulları ilə bağlıdır və biz indi uyğunluğu tapmalıyıq. Metod olaraq sosial-psixoloji motivasiyaya əsaslanmış, kollektiv intellektual fəaliyyətin nəticəsinə və tənqidi yaradıcı təfəkkürün inkişafına yönəlib. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir və stimullaşdırır. Bu nəyə aiddir? Təbii ki, bu sinektikaya aiddir. Təklif olunan hər yolun müsbət və mənfi tərəfləri təhlil edilir. Ən səmərəli həll yolu seçilir. Burada beyin həmləsi və müzakirə texnikalarından istifadə olunur. Yadda saxlayın, ən səmərəli həll yolu deyirsə, bu qərarlar ağacına aid olacaq. Səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeydetmə sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyi yoxlama və düzgün cavab axtarmaq üsuludur. İşarələr sistemi, qeyd götürmə, bu da aiddir, deməli, insert metoduna. Müəyyən edilmiş mövzu, məsələ və problem ətrafında ideyaların, informasiyanın, təəssüratların, tənqidin və təkliflərin qarşılıqlı fikir mübadiləsidir. Bu da aid olacaq müzakirə xəritəsinə. Deməli, sinektika, qərarlar ağacı, insert, müzakirə xəritəsi. Doğru variantımız olacaq C variantı. Davam edirəm növbəti sualına. Cədvələ əsasən düzgün olmayan fikri müəyyən edin. Baxın, diqqətli olun. Düzgün olmayan fikri deyir, yəni yanlışı istəyir bizdən. O zaman biz doğruda yanlışı, yanlışda isə doğrunu axtarmalıyıq. Elektrik kəsilsə, vaxtı müəyyən etmək üçün hansı üsullardan istifadə edərdin? Tətbiq etmək mərhələsidir. Qarşısında doğru yazılıb deyə götürmürəm. Nəyə görə biz bunu yaradıcı təfəkkür kimi və yaxud da yaratmaq mərhələsi kimi düşünməməliyik? Çünki burada bizdən qeyri-adi, kreativ bir yol istəmədi, yeni yanaşma istəmədi, fərqli yol istəmədi. Əgər öyrəndiyin yollardan istifadə edirsənsə, öyrəndiyin üsullardan istifadə edəcəksənsə, orada qeyri-adilik, yeni bir yanaşma, kreativ ideya yoxdursa, onu siz heç vaxt yaratmaq mərhələsi götürə bilməzsiniz. Həmişə imtahanda tətbiq və yaratmaq mərhələsində bu hissə müəllimlərin qarşısına çıxan problemli suallardan biridir. Məsələn, keçən ildə şagird evdə qaz plitəsindən istifadə etmək istəyir, amma anası buna icazə vermir. Şagird başqa hansı üsuldan istifadə edərdi? Belə bir sual düşmüşdü. Orada bəzi müəllimlər demək olar ki, 70% müəllim yaratmaq mərhələsini götürmüşdü, amma cavab nə çıxdı? Tətbiq etmək mərhələsi. Çünki hansısa yoldan istifadəli soruşur. Baxın, diqqətli olun. Əgər sən əsərdəki kənd sakinlərindən biri olsaydın, Cahandar ağanın davranışlarına münasibəti necə bildirərdin? Təbii ki, bu təhlil etmək yox, dəyərləndirmək mərhələsidir və mən 2-ni götürürəm. Nəyə görə dəyərləndirmək mərhələsidir? Müəllim bir simulyasiya yaradır və deyir, özünü filankəsin yerinə qoyaraq hadisəni canlandır. Sən olsaydın, nə edərdin? Dəyərləndirmək mərhələsidir. Burada mənim öz münasibətim, öz fikrim lazım olacaq. Azərbaycanın 16-17-ci əsrlərdə xarici dövlətlərlə iqtisadi əlaqəsini müəyyənləşdir. Bəli, Azərbaycan filan dövrdə xarici dövlətin hansı iqtisadi əlaqəni qurub, bunu müəyyən etmək, anlamaq mərhələsinə aiddir. 3-ü də götürürəm. Cahandar ağanın insanlara münasibətdə sərt davranmasının səbəbi nədir? Bu, xatırlamaq mərhələsinə yox, anlamaq mərhələsinə aiddir. Çünki məndən bir şeyin səbəbini, niyyəsini, o səbəb-nəticə əlaqəsini soruşursa, bu heç vaxt xatırlamaq mərhələsi ola bilməz. Cavab olacaq 2, 3, A variantı. Davam edirəm. Yanlış variantı müəyyən edin. Şagirdi hər hansı bir fəaliyyətə cəlb etmək, ona informasiyanı hazır şəkildə verməkdən daha yaxşıdır.
Doğru, doğru. Burada heç bir yanlış yoxdur. Çünki şagirdə hazır informasiyanı vermək olmaz. Mütləq şəkildə o konstruktivizm yanaşması olmalıdır. Şagird biliyi qazanaraq öyrənməlidir, özü kəşf edərək öyrənməlidir. Təlim fəaliyyətləri sinifdəki şagirdlərdə olan müxtəlif intellekt növlərinə deyil, nailiyyətlərinə uyğun təşkil edilməlidir. Yəni burada axırda deyir ki, ayrı seçkilik edin, hansı güclüdür, hansı zəifdir, elə təşkil edin. Amma yuxarıda deyir ki, intellekt növlərini nəzərə alın. Deməli, intellekt növlərini nəzərə almaq doğrudur. Maraq və tələbat, intellekt, öyrənmə tərzi, bunlara uyğun müəllim tapşırıq hazırlayanda diferensiallığı qorumuş olur. Amma nailiyyətlərə görə təşkil edəndə o zaman müəllim uğursuzluq yaşaya bilər. Elə yanlış fikrin qarşısında da yanlış yazılıb. Burada da səhv yoxdur. Şagird səhv cavab versə də onu həvəsləndirərək düzgün cavaba yönəltmək lazımdır. Bəli, doğrudur. Çünki şagirdi qorxutmaq, yox, əksinə səhvlərindən öyrənməyin normal bir hal olduğunu şagirdə izah etmək lazımdır. Şagirdlərin qrup işi fəaliyyətlərini dəyərləndirmək üçün qiymətləndirmə meyarları hazırlanmalı və qrup işi bitdikdən sonra o şagirdlərə təqdim edilməlidir. Baxın, qiymətləndirmə meyarlarıdır, təlim məqsədidir, yadda saxlayın. Hər zaman dərsin əvvəlində şagirdə təqdim olunur. İş bitdikdən sonra şagirdə qiymətləndirmə meyarını təqdim etmək yanlışdır. Fikir verdiniz, biri yanlış oldu, biri doğru. Deməli, elə uyğunsuzluq yanlış variantımız D-dir. Y variantına da baxaq. Müzakirə zamanı hər bir şagirdin çıxışından dərhal sonra səhvləri düzəltmək üçün rəy vermək, münasibət bildirmək olmaz. Burada deyir ki, münasibət bildirilməməlidir. Bəli, hər bir şagirdin çıxışından dərhal sonra səhvləri düzəltmək üçün rəy vermək olmaz. Mütləq şəkildə müəllim istiqamət verməlidir, müəllim şagirdə yol göstərməlidir, müəllim şagirdin doğru cavaba gəlməsi üçün çalışmalıdır, addım atmalıdır. Amma dərhal, məsələn, sən səhv dedin və yaxud da sən düz dedin kimi ifadələrdən istifadə etmək olmaz. Elə bildirilməməlidir deyirsə doğrudur. Deməli, davam edirəm. 4-ə baxaq. Debat zamanı müəllim müşahidə edir ki, şagirdlərdən biri yoldaşlarının fikrini nəzərə almır, yalnız öz arqumentlərini qabartmağa çalışır. Bu hal digər şagirdlərin fəaliyyətdən kənarlaşmasına səbəb olur ki, nəticədə şagirdlərin öyrənməsi aşağı düşür. Problemi həll etmək üçün ən səmərəli yol hansıdır? Birinci biz problemi müəyyən edək. Problem nədir? Şagird digər şagirdlərin fikrini nəzərə almır, yalnız öz arqumentlərini qabardır və qrupda nizamsızlıq yaranır. Hər kəsdən öndə olmaq istəyən şagirdə mane olmamaq lazımdır. Üstündən xətt çəkirəm. Çünki liderin özünün də bir liderlik bacarığı olmalıdır müəllimlər. Qrupdakı şagirdlər arasında vəzifə bölgüsü aparmaq lazımdır. Müəllim özü müzakirəyə müdaxilə etməlidir. Bu da səhvdir. Müzakirə zamanı müəllim prosesi kənardan izləməli, vaxt bölgüsü aparmalı, şagirdləri müzakirəyə təşviq etməlidir. Kənardan izləməklə bu problem düzəlməyəcək. Ona görə bunun üzərindən xətt çəkirəm. Baş verənlərə müzakirə zamanı müəllim müdaxilə etməməlidir. Dərsdən sonra şagirdlərlə fərdi söhbət aparmalıdır. Əslində, dərsdən sonra şagirdlərlə fərdi söhbət aparmaq doğrudur, amma həmin vaxt müdaxilə etməmək axı sinifdəki uşaqların kənarlaşmasına səbəb olub. Ona görə bu problemi həll etmək lazımdır. D variantı səhvdir. Müəllim şagirdlərdə qrup işindən əvvəl emosional intellekti formalaşdırmalı, bütün şagirdlərin müzakirədə bərabər hüquqlu iştirakına şərait yaratmalıdır. Bəli, emosional intellektin münasibətlərin idarə olunması, empatiya komponenti var ki, burada tək özünü yox, başqalarını da düşünürsən, hətta başqaları ilə ünsiyyət qurmağı, qrup işində özünü necə aparmaq lazım olduğunu və s. nüanslara diqqət yetirirsən. Ona görə Y variantı bizim ən uğurlu, ən uyğun cavablarımızdandır. Davam edirəm. Şagird sinifdə təqdimat edərkən sinif yoldaşı müdaxilə edir, tez-tez yerindən danışaraq, zarafat edərək danışanın sözünü kəsir. Bu situasiyada problemi necə həll etmək daha məqsədə uyğundur? Şagirdin müdaxiləsi zarafatyana olduğu üçün
Prosesi dayandırmamaq lazımdır və soyuqqanlı olmaq lazımdır. Xatırladım ki, MİQ 2023 sualıdır bu. İbtidai sinifin qəbul suallarından biri idi. Deməli, A variantı səhvdir. Çünki soyuqqanlı olmaq, prosesi dayandırmamaq, bunu zarafat kimi qəbul etmək doğru deyil. Təqdimata müdaxilə edən şagirdə hamının yanında irad bildirmək, sinifdəki hakimiyyətin sizdə olduğunu ona hiss etdirmək və gələcəkdə yaranan problemlərin qarşısını almağa kömək edəcəkdir. Bu da avtoritar müəllimin yanaşmasıdır. Ona görə B də doğru deyil. Təqdimata müdaxilə edən şagirdlə dərsdən sonra təşrihdə danışmaq, onun davranışının sinif yoldaşlarına necə təsir etdiyini diqqətini yönəltmək lazımdır. Buna hələlik bir ulduz qoyaq. İmtahanda götürülən variantlardan biri də bu idi. Şagirdin müdaxiləsinə göz yummaq olmaz, elə üstündən xətt çəkirəm. Təqdimata müdaxilə edən şagirdin adını lövhədə yazmaqla qaydaları xatırlamaq və təqdimatı kəsmədən qeyri-verbal işarə verməklə prosesi idarə etmək daha məqsədə uyğundur. Deməli, bizim iki oxşar variantımız oldu. Biri C variantı, biri də Y variantı. Amma doğru variant Y variantıdır. Çünki ən səmərəli hər yolu şagirdin adını lövhəyə yazmaqla qaydaları, uşaqların diqqətini yayındırmırsan və qeyri-verbal işarə verməklə o şagirdi toparlamağa çalışırsan. Amma təqdimata müdaxilə edən şagirdə dərsdən sonra təklikdə danışmaq, bu da olar, bu da doğrudur. Sadəcə burada bir söz kəsmək var, zarafat edirlər, şagirdin sözünü kəsirlər, onun iştirakını məhdudlaşdırırlar deyə Y variantı daha uğurlu addımdır. C variantı problemi sonra həll etməyi təklif edir, amma Y variantı problemi yerindəcə həll etməyi təklif edir. 5-də Y variantı. Effektiv müəllim-şagird münasibəti ilə bağlı qeyd olunan fikirlərdən hansı yanlışdır? Müəllim şagirdlərlə ünsiyyətdə böyüklərlə danışdığı kimi danışmalıdır. Hörmətli və mədəni şəkildə. Doğrudur. Müəllim şagirdlərdən etik normalara əməl etmələrini, nəzakətli dildən istifadə etmələrini istəyirsə, özü də bunu etməlidir. Doğrudur. Müəllim şagirdin yaxın dostu olmalıdır. Baxın müəllimlər, 2026-cı il 10 noyabr 10 may tarixləri qarışdırdım. 10 may ibtidai sinifə düşən sertifikasiya sualıdır bu. Naxçıvanda keçirilən, ibtidai sinifə keçirilən imtahanda müəllimlərin qarşısına bu sual çıxmışdı. Dəfələrlə mən bu sualdan istifadə etmişəm və hər zaman dərsdə də dönə-dönə vurğulayıram ki, müəllim şagirdin qayğısına qalmalıdır. Şagird müəllimin sevgisini hiss etməlidir. Müəllim onun arxasındadır. O bunu hiss etməlidir. Nəvaziş görməlidir, mehribanlıq görməlidir. Amma müəllim şagirdin dostudur ifadəsi yanlış ifadədir. Bu doğru ifadə deyil. Müəllim şagirdin dostu yox. Yəni müəllimin öz vəzifəsi, öz yeri, öz rolu var. Şagirdin də öz vəzifəsi, öz yeri və öz rolu var. Ona görə baxın, bu elə həm 2023-cü ildə MİQ-in qəbuluna düşmüşdü, həm də bu illər 2026-cı ildə sertifikasiyanın qəbul suallarından biri kimi yenidən bizim qarşımıza çıxdı. 6-da C variantı. Davam edirəm. 7. Verilənlərdən hansı effektiv, konstruktiv rəydir? Problemin həll yollarını düzgün göstərmisən, amma bəzi məqamlarda səhvlərə yol vermisən. Növbəti dəfə çalış, o səhvləri etmə. Çünki bu sənin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Baxın, əvvəli müsbətlə başlasa da, bu rəyin sonu effektiv deyil deyə çıx qoyuruq. Müzakirədə fikirlərini aydın ifadə etdin, əla. Amma yoldaşlarına danışmağa fürsət vermirsən. Hər dəfə eyni hal təkrar olunur. Bunun da yenə əvvəli yaxşı başladı, amma sonu effektiv rəy olmadı. Videoda istifadə etdiyin şəkillər mövzu ilə ahəng təşkil edirdi. Lakin alt yazılarda bəzi orfoqrafik səhvlər var idi. Belə problemlə qarşılaşmamaq üçün mətni videoya yerləşdirməmişdən əvvəl mütləq yoxla. Baxın, mövzuda müsbət rəyini verdi müəllim. Səhvlərini də göstərdi və istiqamətini də verdi. Ona görə 7-də doğru variantımız C variantıdır. D variantında deyir ki, essedə ən çox səhvə sən yol verdin. Elə burada xətt çəkirəm. Olmaz bu cür şagirdlə danışmaq. Riyazi məsələlərin həlli yolunu düzgün müəyyənləşdirirsən, amma niyə bu düsturdan istifadə etdiyini izah edə bilmirsən.
Hesablamalarda isə çoxlu səhvə yol verirsən. Bu da yenə də effektiv deyil. Müəllim şagirdin ola bilər müsbətdən başlasın, ola bilər elə birbaşa müəllim şagirdin səhvini desin, şagirdə istiqamət verməlidir. Effektiv rəydə mütləq istiqamət olmalıdır. Məsələn, şagirdi müqayisə etmək, şagirdin şəxsiyyətinə rəy vermək, sən ağıllısan, səndən yoxdur, bax bu kimi ifadələr işlətmək olmaz. Bu effektiv rəy sayılmır. Effektiv rəyin müsbət tərəfi, effektiv rəyin mütləq şəkildə istiqaməti olmalıdır müəllimlər. Davam edirəm. 8. Sinifdə müxtəlif etnik qrupa aid olan xalqların nümayəndələri var. Şagirdlərdən biri öz adətinə uyğun olaraq bayramın sinifdə keçirilməsini təklif edəndə, digərləri buna qarşı çıxır və bildirirlər ki, onlarda belə adət olmadığından bu tədbirə qoşulmayacaqlar. Müəllim bayramı keçirtmir, amma şagirdləri qrupa bölür və hər qrupa özlərinin seçiminə əsasən bir xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağı tapşırır. Deməli, sinifdə müxtəlif xalqlardan, müxtəlif etnik qruplardan olan uşaqlar var və müəllim də bayram keçirtmək istəyir. Amma onlar deyir ki, bunlar bizim adət-ənənəmiz olmadığına görə biz bu bayramda iştirak etməyəcəyik. Müəllim də bayramı keçirtmir, əvəzində isə hər qrupa özlərinin seçiminə əsasən istədikləri xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağı tapşırır. Deməli, müəllimin fəaliyyəti haqqında deyir, nə demək olar? Bu situasiya ondan xəbər verir ki, müəllim şagirdlərinə həssaslıqla yanaşır və sinifdə nizam-intizamın bərpasına çalışır. Ola bilər, saxlayaq bunu. Müəllim çalışdığı müəssisənin şagirdlərinə keyfiyyətli təlim keçir ki, bu da onun çalışdığı müəssisəyə loyallıq nümayiş etdirdiyindən xəbər verir. B variantı səhvdir. Burada əgər müəllim şagirdlərin fikirlərini nəzərə aldısa, birinci qərəzsizliyi qorudu. Məsələn, mədəni davranışı qorunmuş oldu, onlara qarşı daha nəzakətli davrandı və ayrı-seçkilik olmasın deyə uşaqlara seçim imkanı tanıdı. Bu da qərəzsizliyə aiddir. Müəllimin şagirdə bu şəkildə yanaşması onun peşə nüfuzunun möhkəmləndirməsinə və cəmiyyətdə müəllim nüfuzunun qalxmasına xidmət edir. Baxın müəllimlər, bizdən deyil müəllimin fəaliyyəti haqqında nə demək olar? Bu müəllimin peşə nüfuzunun möhkəmləndirməsindənsə, onun şagirdlərə həssaslıqla yanaşmasını və nizam-intizam prosesinin bərpasına çalışdığını göstərir. Ona görə elə doğru variantımız A variantı olacaq. Müəllim şagirddə sosial məsuliyyət kompetensiyası formalaşdırır? Yox, mədəni müxtəlifliyə hörmət kompetensiyasını formalaşdırır. Müəllim bu fəaliyyəti ilə şagirdlər də fəal vətəndaş mövqeyi kompetensiyasını formalaşdırır. Bu fikir də səhvdir. Yəni, mədəni müxtəlifliyə hörmət var burada. Davam edirəm. Yenidən MİQ qəbul 2023-cü il sualı ilə qarşınızdayıq. Cəlil Məmmədquluzadənin Ölülər əsərində Kefli İskəndər obrazının yaşadığı mühitlə sərgilədiyi davranış arasında nə kimi əlaqə var? Tapşırıq idrac taksonomiyasının hansı mərhələsinə aiddir? Bir çox müəllim bunu dəyərləndirmək mərhələsi götürmək istəsə də, təbii ki, biliyin növü kimi burada konseptual bilikdir. Yəni, prosedural olmaz, metakognitiv olmaz. Bunu tapmaq asandır. Ona görə elə bütün variantları silək. Bizim 2 variantımız qalır. Bir B variantı, bir də D variantı. Bəli, bu məntiqi təfəkkürə aiddir. Çünki sən birinci Cəlil Məmmədquluzadə əsərini oxumalısan. Orada obrazın yaşadığı mühitlə nə kimi əlaqəsi olduğunu tapmalısan. Burada sənin fikrin yoxdur, sənin argumentin, sənin münasibətin yoxdur. Ona görə D variantında üstündən xətt çəkirəm. Cavab nə qaldı? B variantı. Konseptual bilik, məntiqi təfəkkür, təhlil etmək. Nə kimi əlaqə var? Baxın, sizə sual verir. Sizdən öz fikrinizi istəmir. Nə olduğunu sizdən soruşur. Ona görə biz bunun cavabını təhlil etmək və məntiqi təfəkkür götürürük, dəyərli müəllimlər. Səhvlər üzərində iş apararkən şagird müəllimdən səhvlərinin izahını soruşduqda, müəllim şagirdə yönəlici suallar verir və səhvini özünün müəyyən etməsinə şərait yaradır. Müəllimin bu fəaliyyəti ilə bağlı deyilən fikirlərdən hansı doğrudur? Gəlin birinci özümüz müəyyən edək ki, müəllim səhvlər üzərində iş aparır və uşağa yönəldici suallar verir. İstəyir ki, uşaq özü səhvlərini tapmağa çalışsın. İndi müəllim deyir, nəyə şərait yaradır?
Təbii ki, müəllim burada şagirdin öz səhvini düzəltməyə, şərait yaratmaqla düzgün nəticə çıxartmasına və daha çox öyrənməsinə şərait yaradır. C variantı bizim doğru variantımızdır. Məsələn, burada özünü qiymətləndirmə yoxdur, sağlam mənəvi psixoloji mühit də yoxdur. Yəni dəstəkləyici mühitdən söhbət getmir burada. Şagirdin öyrənməsindən söhbət gedir. Məsələn, yaradıcı təfəkkür yoxdur, deklarativ bilik də yoxdur. Uyğun variantımız olur C variantı. 11 MİQ qəbul 2023-cü il suallarından filologiya müəllimlərinə düşən bir sual. Gəlin baxaq. Müəllim şagirdlərə klassiklərin əsərləri bütün dövrdə aktuallığını saxlayır mövzusunda debata hazırlaşmalarını istəyir. Deməli, tapşırıq təfəkkürün və idraç taksonomiyasının hansı mərhələsinə uyğundur? Biz nə demişik? Demişik, əgər bir mətndə, bir hekayədə, bir sualda debat varsa, o şagirdin tənqidi təfəkkürünü və dəyərləndirmə mərhələsini inkişaf etdirəcək. 11-də doğru cavabımız B variantı. 12. Azərbaycan dil dərsində müəllim leksik və qrammatik şəkilçilər dərsi ilə bağlı izah verir. İzahın verilməsinə baxmayaraq şagirdlərdən bir çoxu dərsi anlamır. Müəllim bunu nəzərə almadan növbəti dərs eyniköklü sözlər dərsini keçir və bu hal zəncirvari olaraq davam edir. Nəticədə şagirdlərin kiçik summativ qiymətləndirmədən aşağı olur nəticələri. Bu hal şagirdlərin narazılığına səbəb olur. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Variantlara baxmamış biz birinci burada müəllimin etdiyi səhvi tapmalıyıq. Müəllimin səhvi nədən ibarət oldu? Şagird dərsi anlamasa da müəllim davamlı olaraq yeni dərs keçir və zəncirvari olaraq mövzuların mənimsənilməsində problemlər yaratmış olur. Bax, A variantını silirik, deyir müəllim diferensiallığı təmin edib həddən artıq. Heç burada diferensiallıq olmadı. B variantına baxaq. Bütün şagirdlərin öyrənə bilməsi üçün müəllim deyir fərqli mövzu tədris etməlidir. Diferensiallıq hər uşağa ayrıca mövzu keçmək yox, hər uşağın intellektini, maraq tərzini nəzərə alıb dərsi tədris etməkdir. Müəllimin atdığı addım doğrudur, çünki hər dərsin öz planlaması var. Bu da doğru deyil. Müəllim dərsin şagirdlər tərəfindən mənimsənildiyini ölçməməklə inkişaf yönümlü pedaqoji tələbini pozmuş olur. Bəli, pedaqogikada inkişaf yönümlülük nəyə deyilir? Bir müəllim hər zaman öz işini təhlil etməyə bacarmalıdır. Əgər bu gün şagirdlər hər hansı bir mövzuda geridirlərsə, mən növbəti dərsə bəlkə də keçə bilərəm, amma mütləq o geriliyi aradan qaldırıb sonra keçidi təmin etsəm daha gözəl nəticə almış olaram. Ona görə də D variantı bizim burada səhv variantımızdır. İnkişaf yönümlülük müəllimin nəticələrini təhlil etməsi və ona əsasən bir çıxış yolu tapması, bu problemi necə aradan qaldırması üçün düşünməsini təmin edir. 13. Verilənlərdən hansı layihə əsaslı öyrənməyə aid deyil? Ümumiyyətlə, təlim modellərindən layihə əsaslı öyrənmə imtahana çox düşür. Diqqətli olun. Layihənin mövzusu həyatdan götürülür, şagirdin maraq dairəsinə uyğun olmalıdır, real konteksti əks etdirməlidir. Düzdür. Mövzu şagirdlərin bilik, bacarıq, yaş səviyyəsinə uyğun olaraq, bax, müəyyən qədər deyir, daha çətin demir ki, müəyyən qədər çətin və məntiqli olmalıdır. Doğrudur. Şagird layihə boyu gördüyü işlə bağlı müxtəlif qərarlar verə bilər, öz fəaliyyətini qiymətləndirə bilər, refleks edə bilər. Doğrudur. Şagirdlər bu problemi həll etməklə ortaya real məhsul qoyurlar. Doğrudur. Layihədəki məqsədə çatmaq üçün fasilitator müəllim şagirdi hər materialla təmin edir. Bu da dəfələrlə imtahana düşmüş suallardan biridir. Fasilitator müəllim olmalıdır. Layihə işində mütləqdir müəllimin fasilitator olması. Amma hər materialla, hər mənbə ilə, hər problem üzləşdikdə şagirdə kömək etmək, o şagirddə müstəqil öyrənmə bacarığını, problem həll etmə bacarığını biraz daha aşağı salmış olur. Yəni formalaşmasına mənfi təsir göstərir. Ona görə Y variantı düzgün fasilitatorun etdiyi addım deyil. 14. Şagirdlərdən biri bütün dərslərlə səylə çalışır, tapşırıqları məsuliyyətlə yerinə yetirir, lazımi qaydaları öyrənir. Ona görə də onun akademik nailiyyətləri yüksəkdir. Ancaq bu uğuru
dərsdənkənar fəaliyyətlərdə əldə edəcəyinə inanmır və hər hansı bir tədbirdə iştirak etmir, əsas gücünü fənlərin öyrənilməsinə sərf edir. Dərsdə aktivdir, məktəbdənkənar fəaliyyətlərdə isə aktiv deyil. Deyir, hansı fikir doğrudur? Akademik nəticələri yüksək olduğundan onun dərsdənkənar fəaliyyətlərə cəlb olunmaması məqbul, yəni keçərli sayılır. Düzgün deyil bu. Dərsdənkənar fəaliyyət də mütləq olmalıdır. Dərsdənkənar fəaliyyətin şəxsiyyətin formalaşmasında əhəmiyyəti azdır, üstündən xətt çəkirəm, səhvdir. Emosional zəkalığı, özünü ifadə bacarığını inkişaf etdirmək lazımdır. Əslində, özünü ifadə var da bunda, yəni akademik nailiyyətləri yüksəkdir, sinifdəki tapşırıqları yerinə yetirir. Bu şagird dərsdənkənar fəaliyyətdə uğur əldə edəcəyinə inanmır, yəni özünü ifadə var. Sadəcə bu uşaqda qapalı düşüncə tərzi var ki, o öz nailiyyətinə inanmır. Şagird dərsdənkənar fəaliyyətlərə qatılmasa da açıq düşüncə tərzinə malikdir, səhvdir. Şagirddə təşəbbüskarlıq səriştəsinin hələ də formalaşmadığını iddia etmək olar. Bəli, təşəbbüs göstərmədi. Yəni, şagird birinci təşəbbüs göstərməlidir, meyilli olmalıdır ki, o öz uğurunu burada görmüş olsun. Onda təşəbbüskarlıq səriştəsi zəif inkişaf edir. 14-də Y variantı. 15. Dərslərdə aktivliyinə görə fərqlənən şagird bütün müəllimlərin sevimlisinə çevrilib. Bəzi müəllimlər şagirdin nailiyyətini davamlı olaraq tərifləyir və digər şagirdlərə onu nümunə göstərir. Bu tədris bullyinqi sayılır, yadda saxlayın. Müəllimlərin məqsədi belə bir mühit yaratmaqla təlim nailiyyətləri aşağı olan şagirdlərin daha yaxşı nəticə əldə etməsinə kömək etməkdir. Hansı fikir yanlışdır? Müəllimin məqsədi şagirdin nailiyyətini yüksəltməkdir. Elə 15-də A variantıdır ki, bununla da şagirdin nailiyyətini yüksəldə bilməzsən. Həm həmin şagirdi qapalı düşüncə tərzinə keçirdirsən, həm də sinifdəki digər şagirdlərə pis örnək olmuş olursan. Bəli, fasilitator qabiliyyəti zəifdir, dəstəkləyici mühiti pozur, şagirdləri qapalı düşüncə tərzinə keçirdir, bullying halının yaşanmasına səbəb ola bilər. Bunlar hamısı doğru variantlardır. Ümumiyyətlə, müəllim sinifdə uşaqların bir-birinə qarşı rəqabətidir, kin saxlamasıdır. Belə fəaliyyətlərdən qaçmalıdır müəllim. 16. Tədrisin planlamasına aid verilmiş variantlardan hansı yanlışdır? Çox zaman planlama da həmişə MİQ imtahanında, sertifikasiya imtahanında bizim qarşımıza çıxaran suallardan biri olur. Effektiv planlaşdırılmış dərs müəllimlərə məzmunu və fəaliyyətləri məntiqi və ardıcıl şəkildə təşkil etməyə kömək edir. Bu dərsin rəvan keçməsinə, şagirdin materialı daha yaxşı başa düşməsinə kömək edir. Bu doğrudur. Dərsin planlaması müəllimlərə şagirdlərin müxtəlif ehtiyaclarını və qabiliyyətlərini nəzərə almağa imkan verir. Doğrudur. Dərsin planlaması müəllimlərə dərs üçün mövcud vaxtı səmərəli idarə etməyə kömək edir. O, hər bir fəaliyyət üçün adekvat vaxtın ayrılması, dərsin ayrılmış vaxt ərzində lazım materialı əhatə etməsini təmin edir. Doğrudur. Dərsin effektiv planlaması müəllimə dərsdə keçəcəyi mövzunu dəqiq müəyyən etməyə, həmçinin dərs zamanı uşaqlar arasında yaranan konfliktin həll olunmasına istiqamət verir. Və bu dəfələrlə imtahana düşür. Müəllimin planlaması konflikti aradan qaldırmaq üçün deyil, o sinifin idarə edilməsidir. Bu isə dərsin idarə olunmasıdır. Ona görə D variantı bizim yanlış variantımızdır. Keçirik növbəti sualımıza. Deməli, 16. 18-ci sual burada düşməyib. Yox, 19-cu suala baxaq. Müəllim dərs zamanı sinifə fərqli situasiyalar təqdim edir və şagirdlərə bununla bağlı hekayə yazmağı tapşırır. Bu fəaliyyət öyrənmə şəraitinin hansı mərhələsinə uyğundur? Fərqli situasiyalar təqdim edir və bununla bağlı müəllim şagirdə hekayə yazmasını istəyir. Öyrənmə şəraitinin hansı mərhələsinə uyğundur? Robert Gagneyə görə, bunu qeyd edeyim burada. Robert Gagneyə görə öyrənmə hansı mərhələyə uyğundur? Təbii ki, bu öyrənməni təmin etməyə aiddir. Situasiyaların təqdim olunması, ona uyğun uşaqların hekayə yazması öyrənməni təmin etməyə aiddir bizim 5-ci mərhələmizə.
Davam edirəm 20-ci sualla. Daniel Golemanın emosiyaların psixologiyası üzrə apardığı tədqiqatların nəticəsi deyil. Daniel Goleman zəkanı iki yerə bölürdü: emosional və rasional. Bu doğrudur. Emosional intellektin irsiyyətlə ötürülən faktor olduğunu vurğulamaq. Əksinə, Daniel Goleman emosional intellektin irsiyyətlə ötürülmədiyini qeyd edirdi. Ona görə də B variantı burada bizim yanlış variantımızdır. Bəzi məqamlarda emosional intellekt daha mühüm rol oynayır. IQ səviyyəsindən doğrudur. Emosiyalarla intellekt arasında sıx əlaqə var. Doğrudur. Hər yaşlı insanda emosional intellekt formalaşa bilər. Bu da doğrudur. Belə əziz müəllimlər, sınağın izahı bitdi. Əgər siz bu tipli sınaqlardan yararlanmaq istəyirsinizsə, o zaman həm bizim Telegram kanalımıza, həm Gülnarə Mürsalova Instagram kanalına keçid edərək Fes Akademinin də bütün dərslərinə abunə olaraq imtahan suallarından yararlanmış ola bilərsiniz. Hər həftə sonu bizdə bu tipli sınaqlar keçirilir. Forumda və oxuyan azda işləyib nəticələrinizi görə bilərsiniz. Sağ olun müəllimlər, hər birinizə uğurlar.